Salam dostlar, Yamaşem Tədris Mərkəzinin Riyaziyyat test topusunun yeni nəşrindən ədədi ardıcıllıqlar silsilələr mövzusunun 7-ci testinin suallarına birlikdə baxaq. Birinci sualda deyilir ki, BN həndəsi silsiləsinin ilk n həddinin cəmi Sn bərabərdir 4 üzəri n çıxılsın 1 şəklində olarsa düsturu ilə hesablanır. Onda B3 bölünsün B1 nisbətini tapmaq tələb olunur. B3'ü biz B1 vurulsun Q kvadrat şəklində yazarıq. Bölək B1'ə. B1'lər də ixtisar getsə, yerdə yalnız Q'nun kvadratı qalır. İndi biz Q'nun kvadratını tapmaq üçün biz Sn'də N'in yerini 1 verək. Onda S1 bərabərdir. O elə həm də B1'dir. 4 üzəri 1 çıxaq 1. Bu da elədi bizdə 3. Bir də S2'ni tapsaq, 4'ün üstü 2 çıxaq 1 elədi 15. Belə çıxır ki, S2 bizdə B1 ilə B2'nin cəmidir. Onda B1'in qiyməti 3-dürsə də 3 üstə gələk B2 edər 15 və B2'yə biz 12 taparıq. Onda belə çıxır ki, silsilə vuruğu da ikincinin birinciyə, yəni B2'nin B1'ə nisbətidir. Yəni 12 bölünsün 3, bu da elədir 4. Beləliklə B3 bölək B1 bizdə 4'ün kvadratı, yəni 16'nı verər. Doğru cavab C bəndidir. İkinci suala baxaq. İkinci sualda deyilir ki, yenə BN həndəsi silsilədir və bu həndəsi silsilədə B4 üstə gəl B6 üstə gəl B8 üstə gəl və s. üstə gələk B2N üstə gəl 2 bərabərdir 20'dir. Gəlin onda B4'ü ortaq vuruq çıxardaq. Yerdə qalır 1 üstə gələk 6'dan 4'ünü çıxdıqda 2'si qalır. 8'dən 4'ünü çıxdıqda 4'ü qalır. Yəni hamısı qüvvətin üstə yazılır və üstə gələk 2 üzəri 2N üstə gələk 2'dən bu 4 indeksini çıxdıqda 2N çıxılsın 2 qalır. Bərabərdir 20. Yerdə deməli biz bunu bu formada tapdıq. İndi ikincini yazaq. B7 üstə gələk B9 üstə gələk B11 üstə gələk və s. üstə gələk B2N üstə gəl 5 bərabərdir 160. Buradan da B7'nin ortaq vuruq çıxarsa 1 üstə gələk Q'nun kvadratı 2 üstü 4 və s. B üzəri deməli B deyirəm bağışlayın Q üzəri 2N deməli 5'dən 7'sini çıxdıqda mənfi 2 qalır. 2N çıx ki, o da bərabərdir 160. Baxın, bu birinci ifadədir, bu da ikinci ifadədir. Gəlin ikincini birinciyə bölək. Yəni B7 vuraq 1 üstə gələk Q kvadratı üstə gəl Q üstü 4 üstə gəl və s. Q üzəri 2N çıx 2'ni bölək. B4 vurulsun 1 üstə gələk Q kvadratı üstə gələk Q üstü 4 üstə gələk və s. üstə gələk Q üzəri 2N çıx 2. O da bərabərdir 160 bölünsün 20. Baxın, kəsrin sürət və məxrəzindəki mötərizələr ixtisar gedər. 160'ı da 20'yə böldükdə 8 qalar. B7'ni B4'dən açaram. B4 vurulsun Q'nun kubu bölünsün B4 bərabərdir 8. Buradan da B4'ləri ixtisar aparsaq Q kubu 8 isə Q'ya da biz 2 almış olarıq. Yəni silsilə vuruğu 2'yə bərabərdir. Sonra üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, ədədi silsilədə S5 bərabərdir A4'ün kvadratı. Dərhal S5 açarıq. A1 üstə gələk A5 bölü 2 vur 5 bərabərdir A4'ün kvadratı. Baxın, A1 ilə A5'in cəminin yarısı bizə verir A3. A3 vuraq 5 bərabərdir A4'ün kvadratı. A3'ü nətər açarıq? A1 üstə gələk 2D. A4'ü də açarıq. A1 üstə gələk 3D şəklində və kvadratı. İndi 5 vurulsun A1'in qiyməti 3'dür. 3 üstə gələk 2D bərabərdir 3 üstə gələk 3D'nin kvadratı. Buradan da mötərizəni açsaq 15 üstə gələk 10D bərabər 9 üstə gələk 18D üstə gələk 9D'nin kvadratı. Beləliklə 9D kvadrat üstə gələk 8D 10D'ni sağa keçirdirik və 9'dan 15 çıxdıqda mənfi 6 bərabərdir 0. Beləliklə buradan da hər tərəfi 9'a bölsəm D kvadrat üstə gələk 9'da 8D çıxaq 6'da 9'a böləndə 3'ə də ixtisar aparsaq birbaşa çıx 3'də 2 bərabər 0 yazarıq. Beləliklə D'nin ala biləcəyi qiymətlərin cəmi D1 üstə gələk D2 Viet teoremindən mənfi 9'da 8 edər ki, doğru cavab A bəndidir. Sonra indi dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, A3 üstə gələk A5 üstə gələk A9 bölək A7 bərabərdir 4. Bu şərtə deyil ödəyən ədədi silsilənin 0'a bərabər olan həddir nömrəsini tapın. Yaxşı yazaq. A3'ün əvəzinə yazaram A1 üstə gəl 2'dir. A5'in əvəzinə yazaram A1 üstə gələk 4'dir.
Və A9-un əvəzinə də yazaram. A1 üstə gələk 8-dir. O da bərabərdir 4 vurulsun A7. Sol tərəfi sadələşdirsək 3A1 üstə gələk 14-dir. Bərabərdir 4 vurulsun. İndi A7-ni açıram. A1 üstə gələk 6-dir. Və mötərizəni vurub açıb sadələşdirək. 3A1 üstə gələk 14-dir. Bərabərdir 4A1 üstə gələk 24-dir. 3A1 ilə 14-diyeni bərabərin sağına keçirsək 4A1-dən 3A1 çıxanda A1, 24-dən 14-də çıxanda 10-d bərabərdir 0. Bu isə bizə 11-ci həddi verir. Deməli 11-ci hədd 0-a bərabər olar. İndi 5-ci suala baxaq. 5-ci sualda deyilir ki, AN bərabərdir 2 üstə gəl, 5 üstə gəl, 8 üstə gəl və s. üstə gələk 3n çıxaq. 1 bölək 2n şəklində verilən ədədi silsilənin 9-cu həddini tapın. Baxın, sürətdəki ifadə bu cəm ədədi silsilənin cəmidir. İlk n həddinin cəmidir. Onda AN bərabərdir. Sürətdə olmalıdır. Birinci hədd üstə gələk sonuncu hədd bölək 2 vurulsun hədlərin sayı, yəni n sayıdır. Bölək 2n. Baxın, bu n bu n-dən ixtisar getdi. Və AN bərabərdir. Biz alırıq neçə? 3n üstə gələk 1 bölək 2 ilə düşür aşağı. 2 dəfə 2 4. Və deyək, bu silsilənin 9-cu həddini tapın. Tapaq 3 vurulsun 9 üstə gələk 1 bölünsün 4. Bu da bizə verir 7. Deməli, 6-cı suala baxırıq. 6-cı sualda deyilir ki, əgər AN bərabərdir 2n çıxaq 6 bölünsün n üstə gələk 2 şəkildə verilirsə, 0-1 aralığına olan hədlərin sayını tapın. Deməli, 2n çıxılsın 6 bölək n üstə gələk 2 həm 0-dan böyük olmalıdır. Amma 2n çıxaq 6 bölək n üstə gələk 2 1-dən kiçik olmalıdır. N burada natural qiymətlər alır deyə məxrəc heç bir natural qiymətdə 0-dan kiçik onsuz da 0-dan böyük eləyir. Nə verirsə verək. Sürətdə 2n çıxılsın 6 0-dan böyük eləməlidir. Buradan da n böyükdür 3 alırıq. Digər tərəfdən buradan biri sola keçirsək ortaq məxrəc n üstə gələk 2 olar və 2n çıxaq 6 çıxaq n çıxaq 2 kiçikdir 0. Buradan da n çıxaq 8 bölək n üstə gələk 2 kiçikdir 0. Məxrəc 0 ola 0-dan kiçik n-in heç bir natural qiymətdə 0-dan kiçik ola bilmir. Yalnız sürət 0-dan kiçik eləyə bilər. O da n8-dən kiçik olsa. Deməli, cavabımız n-in 3 ilə 8 qiyməti arasındadır. Yəni, n 4 olsa, 5 olsa, 6 olsa və 7 olsa bu bərabərlik, deməli, bu intervala daxil olar və 6-cı sualda cavab D bəndi edər. İndi 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, AN ədədi silsiləsində A18-in kvadratı çıxaq A6-nın kvadratı bərabərdir -2400-dür. Gəlin bunu kvadratlar fərqi şəklində vuruqlara ayıraq. A18 çıxaq A6, A18 üstə gələk A6 bərabərdir -2400. 18-dən A6 çıxdıqda 12D qalır. Vurulsun A18 üstə A6 gələndə 2A12 edir. O da bərabərdir -2400. Buradan deməli D vurulsun A12 bərabərdir -100 alırıq. D-nin qiyməti -2-dir. -2 vuraq A12 bərabərdir -100. A12 bərabərdir 50. A12 50-dirsə 6-nı tapa bilərik. A12 bərabərdir A6 üstə gələk 6D. Yəni müəllim 50 bərabərdir A6 üstə gələk 6 vuraq -2. Sağ tərəf -12-dir. Sola keçirsək müsbət 12. 50 üstə gəldikdə 62 alarıq. Doğru cavab A bəndi olar. 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, ədədi silsilədə A2n-7 üstə gələk A2n-5 üstə gələk A2n-3. Diqqətlə baxsaq görərik ki, ortadakı həddin indeksi, yəni 2n-5 bərabərdir 2 qonşu, bax bu sol və sağda duran deməli siz hədlərin indekslərinin cəminin yarısına. Deməli onda belə çıxır ki, biz yaza bilərik ki, sən demə A2n-7 ilə, yəni kənar hədlərin cəmi ortadakının 2 misliymiş. Onda belə çıxır ki, bu 2 vurulsun A2n-5-dirsə, A2n-5 də buradadır, olur onda 3 dənə A2n-5 bərabərdir 18n çıxaq 36. A2n-5-i tapsaq, hər tərəfi 3-ə bölərik, 6n çıxaq 12 alarıq. Buradan deyir, bizə silsilə fərqini tapın. Silsilə fərqini nə cür tapa bilərik? Biz buradan bağışlayın, indeks müsbət ədəd, natural ədəd olması üçün n-ə biz 3 verməliyik. Onda 2 dəfə 3, 6, 5 çıxdıqda 1. A1 bərabərdir.
6 vur 3 çıxaq 12, bu elədi 6. Bir də biz n-ə 4 versək, onda deməli alarıq a 2 dəfə 4 8, 5 də çıxanda 3, a3 bərabərdir 6 dəfə 4 24, 12 də çıxanda 12. İndi biz silsilə fərqini tapmalıyıq. Onda a3 bərabərdir a1 üstəgələ 2 dedim. Beləliklə 12 bərabərdir 6 üstəgələ 2 dedən biz D3-ün 3 qiymətini tapmış olarıq. Və doğru cavab B bəndi edər. Sonra 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, 9-cu sualda deyilir ki, AN ədədi silsiləsində A1 və A3 ədədləri tənliyin kökləri olarsa, dərhal yazırıq. 3x kvadratı çıxaq 18x çıxaq 10 bərabərdir 0. Hər tərəfi 3-ə böldükdə x kvadratı çıxaq 6x çıxaq 10 bölünsün 3 bərabərdir 0. Beləliklə tənliyin kökləri cəmi A1 və A3. Tənliyin kökləri A1 və A3-dür. Onda tənliyin kökləri cəmi A1 üstəgələ A3 edər 6. Bizdən də A2-ni tapmaq tələb olunur. Biz də bilirik ki, A1 üstəgələ A3 bizdə 2A2-dir. Deməli 2A2 6-dırsa, A2-yə də biz 3 cavabını almış olarıq. Yəni doğru cavab C bəndi olar. İndi isə 10-cu suala baxaq. 10-cu sual bundan qabaq elədiyimiz testlərin hansındasa var idi. Oxşar bir sualdır. Deyilir ki, A parametrinin hansı qiymətində bu tənliyin kökləri, bütün kökləri ədəd silsilə əmələ gətirir. Deyək ki, tənliyin kökləri biri A1-dir, biri A2-dir, digəri isə A3-dür. Buradan mötərizəni vurub sadələşdirsə, x çıx A1 vurulsun. Deməli, x-ə vurduqda x kvadratı çıxaq. Mötərizədə A2 üstəgələk A3 vuraq x. Üstəgələk A2 vuraq A3 bərabərdir 0. Buradan x-i vurub atsaq olur. X kubu çıxaq. A2 üstəgələk A3 vuraq x kvadratı üstəgələk A2 A3 vur x. Çıxılsın A1 vurulsun x kvadratı. Mənfi mənfiyə vurulanda müsbət. Deməli, A1 vuraq, mötərizə içində A2 üstəgələk A3 vuraq x və üstəgələk A1, daha doğrusu çıxaq, bağışlayın, çıxaq A1, A2, A3, o da bərabərdir 0. İndi gəlin ifadəni biraz sadələşdirək. X kubu, deməli, x kvadratı olan hədləri çıxarsaq, qarşıda mənfidə A1 üstəgəl, A2 üstəgəl, A3 vuraq x kvadratı. Sonra nədir? Deməli, burada biz x-i ortaq vuruq çıxartsaq, mötərizə içində olar. A1, A2, üstəgələk A2, A3, üstəgələk A1, A3 vur x, çıx A1, A2, A3 bərabərdir 0. İndi baxaq. Tənliyin özü nədir bizdə? X kubu çıxaq 6x kvadratı, üstəgələk AX, üstəgəl 8 bərabərdir 0. Baxın indi. A1 üstəgəl, A2 üstəgəl, A3-ün cəmi 6-dır. Mən də bilirəm ki, A1 ilə A3-ün cəmi 2A2-dir. 1A2 də burada var. 6 edər. Deməli, onda A2-yə biz 2 tapmış olarıq. Əgər A2 2-dirsə də, baxın, sonuncu həddi isə 8-ə bərabərdir. Yəni, mənfi A1 vur. A2-nin yerinə 2 yazıram. A3 bərabərdir 8. Buradan da A1 vuraq A3-ə biz mənfi 4 cavabını almış olarıq. İndi qaldı bu mötərizənin içini həll eləməyə. Baxın, burada A1, A2, üstəgələk A2, A3, üstəgələk A1, A3 bərabər, tənliyin özündə nəyə bərabərdir? A-ya. Baxın, bu ikisindən A2-ni ortaq vuruq çıxartsaq, qalar A1 üstəgəl A3. Sonra A1 üstəgələk A3, üstəgələk A1, A3 bərabərdir A. A2-nin qiyməti 2-dir. A1 ilə A3-ün qiyməti 2A2-dir. Yəni 2 vurulsun 2-dir. Üstəgələk A1 ilə A3-ün qiyməti mənfi 4-dür, bərabərdir A. Buradan da biz A-ya müsbət 4 cavabını tapmış olarıq. Biraz uzun həldir, amma yəni rahatdır. Narahat olmağa ehtiyac yoxdur. Sonra M, N, X və Y ədədi silsilənin ardıcıl hədləridir. Bu ifadənin qiymətini tapın. Dərhal birbaşa kəsrin sürətindəki ifadənin sadə vuruqlara ayırıram. Daha doğrusu müxtəsər vurma üsulundan vuruqlara ayırıram. X çıxaq N. X üstəgələk N. Məxrəcdə birinci həddən üçüncü həddi bir qruplaşdırıram. Oradan da Y ortaq vuruq çıxardıram. Qalır Y çıx X. Üstəgələk ikinci ilə dördüncünü də bir qruplaşdırıb oradan da M ortaq vuruq çıxarsam yenə Y çıx X alırıq. Bərabərdir. Baxaq. Baxın indi. X-dən N-i çıxsam, yəni üçüncü həddən ikinci həddə çıxsam, biz silsilə fərqi D-ni alaram. İndi X və N-i isə birinci həddən açsam, X üçüncü həddir. Birinci hədd M-dir. M üstəgəl 2-dir. N ikinci həddi, onu da M üstəgəl D şəklində yazaram. Bölərəm. Yenə buradan Y çıxaq X-i ortaq vuruq çıxartsam. İndi baxın, Y-i açaram. Yəni belə ki, Y çıxaq X bizdə nədir? O da D-dir. Y-i yenə tər açaram. Dördüncü həddi. Yəni M üstəgələk 3D üstəgələk M vurulsun D.
O da bərabərdir. Deməli, D vurusun kəsirin sürəti olur 2m üstəgələ 3D. Məxrəcdə də D-ni ortaq vuruq çıxarsam, m üstə m gəlsəm, yenə 2m, üstə də 3D gəlirəm və baxıram ki, bu ifadənin qiyməti 1-dir. Və bu ifadədən sonunda 2 çıxıb, 1-dən də 2 çıxanda biz -1 alarıq ki, doğru cavab da A bəndi eləyər. Beləliklə oldu cavab A bəndi. İndi 12-ci suala baxaq. 12-ci sualda nə deyir? Deyilir ki, AN artan ədədi ardıcıllıqdır. Artan ədədi ardıcıllıq o demək ki, A3 A7-dən kiçikdir. Onda A3-ün yerinə, bax, şərtdə verilən ifadəni yazaq. A7 üstəgələk m kvadratı çıxaq 6m çıxaq 7 kiçikdir A7-dən. A7-nin bərabərini sağına keçirdən kimi yerdə qalır. M kvadratı çıx 6m çıx 7 kiçikdir A7-dən A7 çıxanda 0. Vuruqlara ayırsaq m çıx 7 m üstəgəl 1 kiçikdir 0. Buradan da m üçün biz -1 və müsbət 7 aralığını alırıq. Bu aralığa düşən tam qiymətlərin cəmi 0, 1, 2, 3, 4, 5 və 6-dır. O da bərabərdir, edər 21. Bəli, cavab edər 21. 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, A1 4-ə, ədədi silsiləsində A1 4-dür, D2-dir. Bu ifadənin qiymətini tapın. Dərhal belə eləyək. Gəlin 32-ni ortaq vuruq çıxardaq. Çıxartsaq yerdə qalır nə? 1 bölünsün A1, A3, A5. Üstə gələk 1 bölünsün A3, A5, A7. Üstə gəlinsin 1 bölünsün A5, A7, A9. İndi nə edirik? Bərabərdir. Bunu əvvəlcə elədiyimiz formada. 32 vuraq. Baxın, gəlin bunları 3 dənə olanda 2-2 qruplaşdır, parçalayıb çıxma şəklində yazmalıyıq. Yəni A1 vuraq A3-də 1 çıxılsın, 1 bölünsün A3 vuraq A5. Baxın, ortaq məxrəc A1, A3, A5-dir. Deməli, birinci kəsin sürətində A5 olar, ikinci kəsin sürətində də A1. A5-dən də A1 çıxanda 4D qalır, amma sürətdə 1-dir. Deməli, o dəqiqə 4D-yə bölmək lazımdır. Hamısında bu proses baş verir. A3 vuraq A5-də 1, çıxaq 1 bölünsün A5 vuraq A7-də A7. Üstə gələk 1 bölünsün A5 vuraq A7, çıxılsın 1 bölünsün A7 vuraq A9. O da bərabərdir. Baxın, indi gəlin sadələşmə aparaq. Birinci, ikinci, üçüncü, dördüncü. Bunlar hamısı islah oldu. Yerdə nə qaldı? Qaldı ki, 32 bölək 4 vurulsun. D-nin qiyməti 2-dir. Vuraq 1 bölünsün. Baxın, A1-in qiyməti neçədir? 4 vuraq. İndi baxın, A3-ü tapaq. Gəlin burada hesablayaq. A3 bizə nə verir? A1 üstəgələ 2-dir. Yəni 4 üstəgələ 2 vurulsun 2, bu da elədi 8. 4 vur 8. Çıxaq 1 bölünsün. İndi A7-nin qiymətini tapaq. A1 üstəgələ 6-dır. Yəni 4 üstəgələ 6 vuraq 2, bu da elədi 16. Vurulsun. A9-un qiymətini hesablasaq. O da A7 üstəgələ 2 dedi. Yəni 16 üstəgələ 2 vurulsun 2, bu da elədi 20. 16 vur 20. O da bərabərdir. Deməli, 32 bölünsün 8 vuraq. Ortaq məxrəc. Baxın, 32 budur. 320 də budur. Bu olur 320. 320-ni 32-yə böləndə 10. Bir də çıxaq 1. O da bərabərdir. Deməli, 32 ilə 320 ixtisar getsə 10 qalar. 8 dəfə 10. 80 sürətdə isə 9. Cavab da olar 80-də 9. Bax, bu şəkildə misalı həll elədik, bitdi. İndi keçək 14-cü misala. 14-cü misalda nə deyir? Deyir ki, 14-cü sualda ki, verilmişdir ardıcıllığın hansı iki ardıcıl həddi bir-birinə bərabər olar? Ardıcıllığın ümumi həddi bu formada verilir. Ardıcıl iki həddi deyirsə, yəni n üstəgələk birinci həddi n-ci həddinə bərabər olmalıdır. Onda n-lərin əvəzinə n üstəgələk 1 qoyuruq və bunlar bir-birinə bərabər olmalıdır. Yazırıq ki, n kvadratı çıxaq 3n üstəgələk 8 bərabərdir. İndi mötərizələr birbaşa açaq. N kvadratı üstəgələk 2n üstəgələk 1 çıxaq 3n çıxaq 3 üstəgəlsin 8. Baxın, eyni olanları islah aparaq. N kvadratlar getdi. Mənfi 3n'lər getdi. 8'lər getdi. Burada qaldı 0. 2n çıxaq 2 bərabərdir 0-dan. N üçün biz 1 alırıq. Deməli, sizlərin bağışlayın, ardıcılığın birinci və ikinci həddi bir-birinə bərabər olmalıdır. Həqiqətən də A1 bərabərdir. 1-in kvadratı çıxaq 3 vurulsun 1 üstəgələk 8. Bu elədi 6. Bir də A2 bərabərdir. 2-nin kvadratı çıxaq 3 vurulsun 2 üstəgələk 8. 4 çıx 6 üstəgələk 8. Bu da bizə yenə verdi 6. Deməli, ardıcıllığın birinci və ikinci hədləri bir-birinə bərabər olar. 15-ci suala baxaq.
15-ci sualda nə deyilir? Ədədi silsilədə deyir. S10 bərabərdir 20-dir. Onda baxaq görək nə cür yaza bilərik. Müəllim, S10 20-dirsə də, S10 20-dirsə də bunu bu formada yaza bilərikmi? Deməli, A1 üstəgələk A10 bölək 2 vuraq 10 bərabərdir 20. Deməli, 10 ilə 20 ona ixtisar getsə 2 qalar. Buradan da A1 üstəgələk A10 üçün biz alarıq 4. Şərtdə isə deyir ki, A10 çıxaq A1 bərabərdir 8-dir. Əgər biz bunu tərəf-tərəfə toplasaq, A1-lər islah olar. 2A10 üçün biz 12 alarıq. Buradan da A10 üçün cavab 6 çıxar. A10 6-dırsa da onda A1 də bizdə -2 olmalıdır. Çünki 6-dan -2 çıxsa 8 alarsınız. Bu şəkildə olur. İndi D-yi nətər taparıq? Deməli, A10-dan A1 çıxanda 9D qalır. Deməli, 9D 8 isə D də bərabərdir 9-da 8. Beləliklə, mən AN-i tapmaq istəyirəm. AN bərabərdir A1 üstəgələk N çıx 1 vur D-dir. Yəni, AN bərabərdir A1-in qiyməti -2 üstəgələk N çıx 1 vurulsun 9-da 8. Buradan da AN bərabərdir. Deməli, 9-da -18 üstəgələk 8N çıxaq 8. Buradan da AN bərabərdir 8N çıx 26 böl 9. Yəni, doğru cavab C bəndi olar. 16-cı suala baxaq. 16-cı sual bir məntiqi bir sualdır. Qıraqdan baxandan çətin görünür. Deyir ki, ardıcıllıq üçün belə bir bərabərlik doğrudur. Yəni, AN üstəgələk 3 üstəgələk N. AN bərabərdir AN üstəgəl 1 ilə AN üstəgəl 2. Bərabərlik doğrudur. Bu ardıcıllığın ümumi həddi aşağıdakılardan hansı ola bilər? Bunun üçün sadə bir şey deyək. N-ə 1 verək. N-ə 1 versək A4 üstəgələk A1 bərabərdir A2 üstəgəl A3. Baxırsınızmı? İndi sol tərəfdəki indekslərin cəmi ilə bərabərin sağ tərəfindəki indekslərin cəmi bir-birinə bərabərdir. Bu nə zaman doğru olurdu? Ədədi silsilədə. Deməli, bizim ardıcıllığımız ədədi silsilə imiş. Bunlardan hansı ədədi silsiləni ödəyir? Ədədi silsilə natural ədədlərdə təyin olunmuş xətti funksiyadır. Ona görə doğru cavab B bəndi olar. İndi 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, verilmiş bu cəmi hesablayın. Dərhal yazaq. 1 üstəgələk. Mən birbaşa üçlü, deməli, məxrəci 3-ün qüvvətləri olan kəsrləri bir qruplaşdırıram. 3-ün kvadratında 1 üstəgələk və s. Sonra gəlir 5-də 1 üstəgələk, 5-in kvadratında 1 üstəgələk və s. Baxın, bu hissə sonsuz azalan həndəsi silsilədir. Bunun cəmini hesablasaq, birinci hədd bölünsün 1 minus silsilə vuraq da elə 3-də 1-dir. İkincisi də sonsuz azalan həndəsi silsilənin cəmidir. Yenə bu dəfə 5-dir. Bağışlayın, bu 5-də 1 bölək 1 çıxılsın 5-də 1. Onda bu ifadələrin cəmi bizə nə verir? 1 üstəgələk. Deməli, 3-də 1 bölək 3-də 2 üstəgələk 5-də 1 bölək 5-də 4. İndi baxın, 3-lər ixtisar getsə, 5-lər ixtisar getsə, 1 üstəgələk 2-də 1 0.5, 4-də 1 0,25. Bu deyilir 1,75. Doğru cavab da olar A bəndi. 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, AN üstəgəl 2 N üstəgələk birinci həddlə N-ci həddin cəmidir, ədəd ardıcıllıqdır və A8 9-a bərabərdir. Gəlin, indi belə bir şey deyək. N-ə 8 qiymətini versək, onda olar A10 bərabərdir A9 üstəgələk A8. Bir də indi gəlin, N-ə 7 qiymətini verək. 7 qiymətini verəndə bura olur A9, bura olur A8, burada olur A7. Və gəlin tərəf-tərəfə toplayaq. A10 üstəgələk A9 bərabərdir A9 üstəgələk A8 üstəgələk A8 üstəgələk A7. İndi baxın, A9'lar islah oldu. A7'nin də bərabərin soluna keçirən kimi A10 çıxaq A7 bərabərdir. Sağ tərəfdə də 2 dənə A8 var. Elə bizdən də A10 çıxaq A7'ni tapmaq tələb olunur ki, 2 vurulsun A8'dir. A8'in də qiyməti 9'dur. 2 dəfə də 9 eləyir 18. Doğru cavab D bəndi. Sonra 19-cu suala baxaq. 19-cu sualda nə deyir? Deyilir ki, ədədi həndəsi silsilədə S10 çıxaq S7 bərabərdir 8. Yəni ilk 10 həddin cəmindən ilk 7 həddin cəmindən çıxsaq 8 qalar. Onda çıxmada hansı hədlər qalar? 8-ci, 9-cu və 10-cu hədlər. O da 8-ə bərabərdir. Biz B8-i ortaq vuruq çıxartdaq. Baxın, B8-i B8-ə böləndə 1. B9-u B8-ə böləndə 1 2.
10'u B8-ə bölündə 2 kvadratı bərabərdir 8. İkinci ifadədən də gəlin B9-u ortaq vuruq çıxardaq. Yerdə qalır 2 kubu çıxaq 1 bərabərdir 48. Gəlin indi bu ifadələri tərəf-tərəfə bölək. B9 vuraq 2 kubu çıxaq 1-i bölək B8 vurulsun 1 üstə gələk 2 üstə gələk 2 kvadratı bərabərdir 48 də 8-ə bölündə 6. B9-u B8-ə böldükdə bir dənə 2 qalır. Deməli onda 2 vurulsun 2 kubu çıxaq 1-i də məxrəcdəkinə bölsək 2 çıxaq 1 qalar. 2 vurulsun 2 çıxılsın 1. Biraz yəni şifahi gedirəm çünki asandır bu hissələr. Bərabərdir 6. Onda 2-nün də qiyməti elə 3 olar. Çünki 3 vurulsun 3-dən 1 çıxanda 2 eləyir 6. 2-nün də özdə bizdən müsbət qiymətini tapmaq tələb olunur. Yəni yenə deyirəm daha asan bunu buradan eləyə bilərsiniz. İstəsəz kvadrat tənliyi həll edib kök də tapa bilərdiniz. Sonra sonsuz həndəsi silsilədə Q 2-də 1-dir və bizə belə bir ifadə verir. Gəlin yazaq. B1 vuraq B2-ni açaq. B1 vuraq Q-nün mötərizəsi kvadratı. B2 vuraq B3-ü yazaram. B2 vuraq Q-nün mötərizəsi kvadratı. B3 vuraq B4-ü. B3 vuraq Q-nün mötərizəsi kvadratı. Üstə gələk və s. O da bərabərdir 7-də 16. İndi baxın mötərizəni açsam B1 vuraq B1-in kvadratı 1 B1 də burada var. B1-in kubu vuraq Q kvadratı. B2'nin kubu vuraq yenə Q kvadratı. Daha doğrusu başlayın kvadratı. Yenə B3'ün kubu vuraq Q kvadratı və s. Bu ardıcıllıq bu formada gedir. Alırıq 7'də 16. Buradan Q kvadratını ortaq vuruq çıxarsaq B1'in kubu plus B2'nin kubu plus B3'ün kubu üstə gələk və s. Bu sırayla gedir bərabərdir 7'də 16. İndi 2 kvadrat edir bizdə 4'də 1 və biz gəlin buradan B1'i kubunu ortaq vuruq çıxardaq. 1 üstə gələk. Baxın B2'ni B1'ə bölsəydik Q qalardı. Amma kublarını böldüyümüz üçün kubu qalır. B3'ü B1'ə böləndə Q'nun kvadratı, amma kubu olduğuna görə Q üstü 6 və s. Bu gedir bu qayda ilə. İndi baxaq. Baxın hər tərəfi 4'ə vursam əvvəlcə. Burada 4'dən 4'də 1 ixtisar gedir və alıram nə? B1'in kubu vuraq. Baxın Q onsuzdan 2'də 1 olduğuna görə məxrəcin içində mötərizənin içində bağışlayın. Mötərizənin içində aldığımız ifadə sonsuz azalan həndəs silsilədir. Birinci hədd B1'dir. B1'imiz 1'dir. Silsilə vurğumuz isə Q kubunu 1'ə böləndə Q kubu qalır. Yəni 1 çıxılsın Q kubu şəklində yazmalıyıq. Bərabərdir 7'də 64. Buradan da B1'in kubu vuraq. Q'nun qiyməti 2'də 1'dir. 1 çıxılsın 1'dən 2'də 1'in kubu 8'də 1. 1'dən 8'də 1 çıxanda qalır 8'də 7. Bərabərdir 7'də 64. Deməli B1'in kubu vuraq 8 bölək 7 bərabərdir 64 böl 7. Buradan 7'lər getsə 8'dən 64 getsə 8 qalsa B1'in kubu üçün alırıq 8 və B1 bizdə neçə verir? B1 bizə 2'ni verir. Və doğru cavab da olur B bəndi. Beləliklə biz 7-ci testin də izahına tamamilə baxıb qurtardıq. Ümid edirəm ki, izahlarda heç bir texniki səhvə yol verməmişəm. Diqqətiniz üçün sağ olun. Yenidən şərh kimi, əgər hər hansı bir səhv olsa, videonun şərh bölməsində qeyd edin. Yenə də şərhlər yazın, bəyənin. Dostlarınıza tövsiyə edin ki, qoyun daha çox insan bundan faydalana bilsin. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.